Orxan bəy, boşanıram və əmlak bölgüsü aparılmalıdır. Bu necə aparılacaq? Azərbaycan reallığında hal-hazırda boşanma proseslərində ən ağrılı, ən problemli yerlər elə əmlak bölgüsünə aid məsələlərdir. Ümumiyyətlə qanunvericiliyə baxdığımız zaman birgə nikah dövründə əldə olunan əmlaklar tərəflər arasında 50-nin 50-yə nisbətində yarı-yarıya bölünür. Bu hallarda bəzən ola bilər ki, qanunvericilikdə boşanan tərəflərdən uşaqlar yanında saxlanılan şəxsin mənafiyi daha üstün qəbul olunub ona əlavə paylar da verilə bilər. Lakin bu artıq məhkəmənin mülahizəsinə bağlı olan bir durumdur. Burada bölünmə zamanı, əmlakın bölünməsi zamanı bu predmetdən kənarda qalan əmlaklar da var. Bunlar hər bir şəxsin şəxsi əşyalarıdır. Hər bir şəxsin nikah dövründə onlara hədiyyə verilən, onlara vərəsəlik qaydasında keçən əmlaklardır. Onların mülkiyyətində qalır. Yəni birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölgüyə məruz qalmır və qızıl zinət əşyalarıdır ki, onların hədiyyə verilməsini daha çox qadın tərəfi olur. Qadın tərəfi sübuta yetirə biləcəyi təqdirdə bu qızıl zinət əşyaları da ona qala bilər. Bunun üçün də burada bir pro bono köməklik göstərək ki, toy zamanı çəkilmiş şəkillər məhkəmələrdə əsas sübut əhəmiyyətə malik hallar kimi qiymətləndirilir. Yəni ki, toy kasetlərinə diqqətlə baxmaq lazımdır.